Hörmətli kanal izləyicilərimiz, evimizin içi çölündən də çox qəşəngdir, həddən artıq. Geniş koridor sistemini gördüyünüz 4 metrə yaxın enində koridor sistemi çox az bir halda evlərdə bax belə bir geniş bir koridor sistemi var. Və burada yəni də dekorativ güllər üçün burada koridor sistemi də qoyulub. Kombi sistemi hazır vəziyyətdə, işləh vəziyyətdədir. Azələ koridorunda 2 dənə kombi pətəklərdir burada. 1, 2, 3 dənə otağımız buradadır. Mətbəximiz və solda sanitariya qovşağımızdır. Yuxarıda 4 dənə yataq otağı. Ümumiyyətlə 360-370 kvadrat tikinti sahəsidir. 5 sot torpaq sahəsinin üzərində inşa olunub. Birinci yataq otağı burada mövcuddur. Evimiz qismən əşya satılır. Və xatıran birinci mərtəbədə, ikinci mərtəbə manat beton hörmətli kanal izləyicilərimiz. Buraya isə birinci mərtəbə üçün ikinci yataq otağıdır. Və burada isə mükəmməl bir, gözəl bir evimizin qonaq otağı var ki, fərqli bir dizayndadır. Bax, belə bir gözəllikdə evimizin qonaq otağıdır. Evimiz bir dəxadan qismən əşya satılır. Kondisioner demək olar ki, bütün otaqlarda var. Burada 1, 2, 3 dənə pəncərə, hər biri öz həyətinə baxır, hörmətli kanal izləyicilərimiz. Buranın da döşəməsi parketdir. Bax, belə bir gözəllikdədir qonaq otağımız. İndi isə evimizin mətbəxini və sanitariya qovşağını mən tanış edəcəm. İnşallah ev olmayan insanlara Allah Taala belə gözəl evlər qismət etsin. Həqiqətən çox mükəmməl və qiymət cəhətdən də çox super qiymətdir. 175 min manat evimiz təcil olaraq satışa çıxıb. Sözsüz ki, real azlan endirim olacaq. Burası evimizin sanitariya qovşağıdır. Bura sanuzeldir. Və burası sanitariya qovşağı düzdür. Yeni metlağa vurulmayıb. Ancaq da buradan istifadə olunur. Yəni buranın da sözü metlağa vurub sanuzel kimi istifadə edə bilərsiniz. İndi isə mən sizə mətbəxi ilə tanış edim. Pilləkənimiz də qoz ağacından işlənilib. Aboylar hamısı bahalı aboylar hörmətli kanal izləyicilərimiz. Evimizin mətbəxidir. Mətbəximiz stiponla təsis olunub. Mətbəx mebeli çox müasir mətbəx mebelidir. Evimiz çox səliqəli saxlanılıb, həddən artıq düzdür, köhnə tikilidir. Amma remontu çox səliqəli, səhmalı saxlanıb, təzə remontdan çıxmış evlər kimidir. Və evimizin sağ tərəfindən də gördüyüm məsafə saxlanıb. Bura həyat üçün əlavə olan sanitariya qovşağıdır. Yəni evin arasına da rahatsızlığına keçə bilirsiniz. Burada mətbəx mebeli yığıldansa burada stol-stol qoyub rahatsızlığına nahar edə bilirsiniz. Hörmətli kanal izləyicilərimiz. İndi isə mən sizi İkinci mərtəbəsindən tanış edim. Pilləkənlər çox geniş pilləkənlərdir. Manat betonlu, üstü qoz ağacına işlənmədir. Bax, belə bir mükəmməllikdədir. Buradan da bir daha mən sizə görsədim. Bax, birinci mərtəbənin giriş hissəsini. İndi isə ikinci mərtəbəsindən mən sizə tanış edim. Evimizin ikinci mərtəbəsi gördüyünüz yetərincə genişdir, həddən artıq. Sağda sanitariya qovşağıdır. 1, 2, 3, 4 dənə yataq otağıdır və balkonla çıxışıdır. Elə deyim, o koridor sistemli bir otaq boydadır. Yəni otaqdan da bəlkə də böyüdür. Bura sanuzeldir və bura moyokasıdır və bura isə sanitariya qovşağıdır. Genişli sanitariya qovşaqları yetərincə genişdir. Evimiz təzə olaraq satışa çıxıb bir də xatırladım. Bura belə bir gözəl bir yataq otağı burada mövcuddur. Fərqli bax, belə bir gözəllikdə yataq otaqlarıdır. Evimiz bir də xatırladım, qismən əşya satılır. İstəyə görə tam əşyada satıla bilər. Bütün otaqlar demək olar ki, kondisioner mövcuddur. Bax, belə genişlikdə olan evimiz yataq otağıdır. Və burada yenə də üzböz bir yataq otağımız da burada mövcuddur. Yataq otağı ümumiyyətlə genişdir, həddən artıq genişdir. Və yenə də burada bir yataq otağımız da var. Bir dənə burada evimizin aboyu laminatı qalıb. Yəni beton üstünə diknə kimi vurulub. Bax, belə bir gözəllikdə yataq otağıdır. Və sonuncu yataq otağı ilə tanış edirəm. Bu sonuncu yataq otağımızda təmişləri, yəni yarımsıq qalıb, təmişlər yarımsıq qalıb. Yəni laminatlı aboy sistemi yarımsıq qalıb. Düzdür, otaqlar sayı çox olduğunu heç buna ehtiyac olmayıb ki, aboy laminatı vurulsun. Əlavə əşyalar yığılıb burada. Kanalımıza abunə olmayı, videoyu bəyənməyi unutmayın ki, yeni satışa çıxan əlində birinci növbədə siz tanış olmasınız. Koridor sistemində gördüyünüz kimi 2 dənə də burada kombi pətəyə işlək vəziyyətdədir. Bura isə evimizin balkonudur. Bax, belə bir gözəllikdə balkondur. Və yolun hündür tərəfində yerləşir. Mərkəzi yola çox yaxın bir ərazi yerləşir. Evimiz tam stor marketin arxa tərəfində yerləşir. Hörmətli kanal izləyicilərimiz. Bax, belə bir genişlikdə həyətlərin qarşısına malikdir. Əlavə məlumat üçün zəng vura bilərsiniz. Kanalımıza abunə olmağı, video bəyənməyi unutmayın ki, yeni satışa çıxan evlərlə birinci növbədə siz tanış ola biləsiniz.